Astanada Türk Dövlətləri Təşkilatı ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Astanada keçirilən TDT ölkələrinin iqtisadi inteqrasiyası və əməkdaşlığı, sənaye, aqrar sənaye kompleksi, logistika və rəqəmsallaşmada yeni imkanlar biznes forumu çərçivəsində Türk dövlətləri arasında kooperasiya əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin inkişafı məsələləri müzakirə olunub. Bugün burada Türk Ticarət və Sənaye Palatasının, hansı ki 8 Türk dilli dövlətin ticarət palatalarını birləşdirir, belə bir eli toplantı keçir. Bu toplantının iki əlamətlər hadisəsi var. Birinci toplantı Astana şəhərində Heydər Əliyev prospektində yerləşən bir binada olur və bu çox sevindirici, fəxr edici ki, Heydər Əliyevin adını məhz Astanada böyük bir prospekt daşıyır. İkinci əlamətlər ki, bu Türk dövlətləri rəhbərlərinin qeyri-rəsmi sammiti ərəfəsindədir. Biz ki, son illərdə Türk dövlətləri yaranan Türk dövlətləri arasında iqtisadi əlaqələr sürətlə genişlənir. Forum zamanı istehsalçıların, fermerlərin, emal müəssisələrinin, logistika operatorlarının və ticarət şəbəkələrinin birləşdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin kooperativ ticarətin inkişafı, ixrac imkanlarının genişləndirilməsi və dayanıqlı beynəlxalq istehsal logistika zəncirlərinin formalaşdırılması məsələlərinə xüsusi diqqət ayrılıb. Panel sessiyanın spikerləri sırasında Gaztrade Ticarət Siyasətinin İnkişafı Mərkəzi Açıq Səhmdar Cəmiyyəti, International Cooperative Alliance, The Eurasian İnformasiya Agentliyi, Central Asia Market MMC, Sky Hansa MMC, Türkiyə Milli Kooperativlər Birliyi və Turkish Airlines şirkəti nümayəndələri yer alıblar. Bugünkü tədbir çox məhsuldar keçdi. Türk Dövlətləri Təşkilatı ölkələri ilə kooperasiya, logistika və IT texnologiyalar sahəsində razılığa gəldi. Hazırda Özbəkistanda IT logistika sahəsi çox yaxşı inkişaf edir. Buna görə də hamını birlikdə və koordinasiyalı işləməyə çağırdıq. Özbəkistanın Ticarət Sənaye Palatası bu təşəbbüsü daim dəstəkləyəcək. Gələn il Qırğızstanda keçiriləcək növbəti görüşə də hazırlaşacaq ki, bütün bunlar daha da məhsuldar olsun. Azərbaycanla əməkdaşlıq çərçivəsində Özbəkistanda çox böyük layihələrimiz var. Biz iri sənaye və böyük ixrac-idxal razılaşmaları həyata keçirdik. Həmkarlarımızla görüşdük. Daha çox ünsiyyət qurmaq və idxalı artırmaq barədə razılığa gəldik. Birlikdə turizm və biznes mərkəzində də işləyəcəyik. İnvestisiyalar məsələsinə gəlincə, söhbət 100 milyonlarla dollardan gedir. Azərbaycan tərəfi turizm sahəsində böyük layihələr həyata keçirir. Hazırda Çarvaq bölgəsində dəyəri 200 milyon dollardan çox olan turizm kompleksi tikilir. Bu layihə artıq mövcuddur və həyata keçirilir. Biznesə. Forumun yekununda iştirakçılar iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə, birgə investisiya layihələrinin inkişafına və Türk dövlətləri arasında kooperasiya əlaqələrinin möhkəmləndirilməsinə maraqlı olduqlarını təsdiqləyiblər. Qeyd olunub ki, forumun Astanada keçirilməsi qarşılıqlı etimad, texnoloji əməkdaşlıq və TDT ölkələrinin ümumi iqtisadi gündəliyi əsasında dayanıqlı biznes tərəfdaşlığı məkanının formalaşdırılması istiqamətində növbəti addım olub. Esmira Turan, İldırım Musayev, TV1.